Xəbərdarlıqlara baxmayaraq pul yığılması ilə bağlı xəbərlər yayılır. Bu dəfə paytaxtın 12 saylı məktəbində direktorun müəllimlər günü ilə bağlı müəllimlərə gül deyil, pul verilməsini tələb etdiyi iddia olunur. İddiaların doğru olub-olmamasını dəqiqləşdirmək üçün məktəbə yollandıq. Əməkdaşlarımızın sujetini izləyək. Paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən 12 saylı məktəb. İddialara görə bu təhsil ocağında qarşıdan gələn müəllimlər günü ilə bağlı valideynlərdən pul yığılması tələb edilir. Dərs ili yeni başlayıb, lakin məktəblərdə pul yığılması faktları və iddialar yayılır. İddialara görə növbəti pul yığılması qalmaqalı paytaxtın 12 saylı tam orta məktəbində yaşanır. Oğlum, mən 3 dənə evladım var, amma hamı balasını saxlasın. Hələ mən eşitməmişəm ki, ya bizdən yekimlənsə, müəllim nəsə tələb edir. Mən eşinə verməmişim, eşinə də eşitməmişəm. Şəxsən bizdən pul istəməyiblər. Övladlar 12 saylı məktəbdə oxuyan valideynlər bu məktəbdə pul yığılması iddiasının əsassız olduğunu, üstəlik müəllim və direktorlarından razı olduqlarını desə də, bəzi şagirdlər pul yığılması faktını təsdiq etdilər. Nə ödəyirlər o pulu? Müəllimə yoxsa direktora? Müəllimə. Valideyn komitəsi. Yeni dərs ilində yığıb yoxsa vermirlər? Hələ verəcəklər. Hələ yığacağıq da, hələ yığmırıq, indi yığacağıq. Pul yığımı iddialara görə təkcə müəllimlər günü ilə bağlı deyil, eyni zamanda bir neçə ibtidai müəllimi tərəfindən şagirdlərə iş dəftərlərinin satılması da məcbur edilir. İş dəftəri bizə özdə müəllimə alır və biz pulunu veririk. Gündəlik aldı 2 manatdır. İş dəftərini hardan alırsınız? Məktəbdən yoxsa digər yerdən? Pul verirdik, müəllimimizin özü alırdı. Nə qədər pul verirsiniz? 3-4 manat, 3,50 manat. 2 manat 50 qəpik falan. 3,50 qəpik. İş dəftəri üçün 2 manat, 2 manat yığırıq. Hətta onlara verilən təlimatdan da danışıblar. Müəllimimiz Nə deyib? deyib ki, elə deyin də, pul, məktəbdə pul yığılmır. Sinif rəhbəriniz dedi ki, jurnalistlər soruşsa deyin ki, yığılmır, yoxsa direktor? Müəllimimiz. Müəllimə tapşırıb, amma yəni valideynlərimiz falan deməyib. 12 saylı məktəbdə yayılan iddialarla bağlı direktorun fikirlərini öyrənmək istədi. Lakin məktəbin qapıları üzümüzə bağlandı və bildirildi ki, məktəbin direktoru Kamran İsalı hazırda işdə deyil. Verə bilərsiniz məlumat? Çəkimlərin xeyri var. Əlbəttə var. Olmasa Müəllimə çıxacaq bir təranə. Onun adı hallanır. Hətta məktəbin direktoru sosial şəbəkədə rəhbərlik etdiyi təhsil ocağında belə bir faktın olmasını təksib edən statusda paylaşıb. İlk növbədə qeyd edim ki, orta təhsil məktəblərində pul yığılmalarının birinci səbəbi məktəb valideyn münasibətlərinin düzgün tənzimlənməməsidir və məktəb direktorlarının öz səlahiyyətlərindən sui-istifadə etməsi ilə baş verir. Belə ki, bəzi hallarda məktəb direktorları öz vəzifələrindən istifadə edir, maddi maraq qarşılığında tədrisin gedişini pozacaq hərəkətlərə yol verirlər. Valideynlər bilməlidirlər ki, bütün resurslar və avadanlıqlar hər biri dövlət büdcəsinin vəsait hesabına ödənişsiz olaraq məktəblərə verilir və məktəblərdə pul yığılmamalıdır. Bəzi hallarda isə valideynlər özləri buna göz yumurlar, özləri bu və digər əlamətlər günlərinə bağlı, tədbirlərlə bağlı məktəblərdə pul yığılmağında maraqlı olurlar ki, məktəbdə müəllimə hədiyyə alsınlar və bunun müqabilində onların uşaqlarına dərs keçsin. Bakı Şəhər Təhsil İdarəsindən bildirildi ki, 12 nömrəli tam orta ümumi təhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılır. İdarədən o da bildirildi ki, məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.